Artımların daha yüksək olması üçün videonu bəyənin, kanala abunə olun və videonu sona qədər izləyin. Beləliklə, artımların nə qədər olacağı barədə ən son və dəqiq məlumatlardan vaxtında xəbərdar ola biləcəksiniz. Yeni il tətillərinin bitməsi ilə birlikdə, ölkə üzrə pensiyaçıların diqqəti yanvar ayı ödənişlərinə yönəlib. Bizim media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu, ƏYM tərəfindən həyata keçirilən ödənişlərin qrafiki və 2026-cı ilin əvvəlində gözlənilən indeksasiya artımı ilə bağlı suallar aktuallaşır. Bəs yanvar ayı pensiyaları hansı tarixlərdə kartlara köçürüləcək? Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər. Mövcud təcrübəyə və qrafikə əsasən, pensiya ödənişləri hər ayın ortasında həyata keçirilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların yanvar ayının 8-15 aralığında ödənilməsi gözlənilir. Bayram günləri ilə əlaqədar banklarda yaranan qısa fasilə ödənişlərin gecikməsinə səbəb olmayacaq. Rayonlar üzrə pensiyalar nə vaxt veriləcək? Respublikanın digər bölgələrində yaşayan pensiyaçılar, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslər üçün ödənişlərin ayın ikinci yarısında, təxminən yanvarın 20-dən sonra həyata keçirilməsi planlaşdırılır. Pensiyalar artımla veriləcəkmi? İndeksasiya 2026. Pensiyaçıları ən çox maraqlandıran sual artımla bağlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən, əmək pensiyaları hər ilin əvvəlində ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Lakin bu artım adətən Dövlət Statistika Komitəsi tərəfindən rəsmi rəqəmlər açıqlandıqdan sonra hesablanır. Sərəncam fevral ayında imzalanır. Yanvar ayı pensiyalarının verilmə vaxtı və artımlar məsələsi hər il olduğu kimi bu ildə pensiyaçıların əsas narahatlıq mövzularından biridir. Rəsmi qurumların dəqiq ödəniş tarixlərini öncədən açıqlamaması pensiyaçıları qeyri-müəyyən vəziyyətdə saxlayır və bu da xüsusilə bayramdan sonraki dövrdə maddi çətinliklər yarada bilər. Pensiya ödənişlərinin əsasən əvvəlki illərin qrafikinə uyğun həyata keçirilməsi gözlənilsə də, rəsmi təsdiqin olmaması ictimai narazılığı artırır. Digər tərəfdən, indeksasiya ilə bağlı məsələ də diqqət mərkəzindədir. Qanunvericilikdə pensiyaların hər ilin əvvəlində artırılması nəzərdə tutulsa da, praktikada bu artımlar adətən fevral ayında rəsmiləşdirilir. Bu isə o deməkdir ki, yanvar ayında pensiyaçılar artımsız ödəniş almalı olur və yalnız sonradan fərq ödənilir. Mövcud iqtisadi şəraitdə, qiymət artımları fonunda bu yanaşma pensiyaçıların sosial rifahına müsbət təsir göstərmir. Pensiyaçıların gözləntisi ondan ibarətdir ki, həm ödəniş qrafiki, həm də indeksasiya ilə bağlı qərarlar daha şəffaf və vaxtında açıqlansın. Artımların gecikdirilmədən tətbiq olunması və yanvar ayından etibarən pensiyalara əlavə edilməsi sosial ədalət baxımından daha məqsədə uyğun olardı. Pensiya artımları ilə bağlı müzakirələrdə ən çox gözlənilən məqam konkret məbləğlərin nə qədər dəyişəcəyidir. Əmək pensiyaları qanunvericiliyə uyğun olaraq orta aylıq nominal əmək haqqının illik artım tempinə əsasən indeksləşdirilir. Əgər bu artım, məsələn, 10-12% civarında olarsa, hazırda minimum əmək pensiyası alan şəxslərin pensiyasında da buna uyğun yüksəliş baş verəcək. Belə olan halda minimum pensiyanın təxminən 300 manat və ya bir qədər yuxarı səviyyəyə çatması mümkündür. Orta pensiya alanlar üçün isə artım məbləği fərdi hesablamadan asılı olaraq 35-60 manat arasında dəyişə bilər. Əlilliyə görə pensiya alan şəxslər üçün də artımlar sosial baxımdan xüsusi əhəmiyyət daşıyır. Mövcud məbləğlərə nəzər salsaq, qrup əlilliyə görə pensiya alanların ödənişləri təxminən 10-12% artırılarsa, artım 40-50 manat civarında ola bilər. Qrup əlillər üçün bu artım təxminən 30-40 manat, qrup üzrə isə 20-30 manat ətrafında hesablanır. Bu rəqəmlər dəqiq deyil, lakin əvvəlki illərin artım mexanizminə əsaslanan real ehtimallardır. Problem isə ondan ibarətdir ki, bu artımlar yanvar ayında pensiyalara dərhal tətbiq edilmir. Yanvar ödənişləri köhnə məbləğlərlə verilir, artım fərqi isə fevral və ya mart ayında toplu şəkildə ödənilir. Pensiyaçıların böyük hissəsi üçün isə məhz yanvar ayı xərclərin çox olduğu dövrdür və artımın gecikməsi sosial gərginlik yaradır.